Səməndər Rzayev 1945-ci ildə Ağsud anadan olub. Hələ uşaq ikən Dram Dərnəyində fəaliyyət göstərən aktyor taleyini bu sahəyə bağlayıb. Universitet illərində Ədil İskəndərov, Rza Təhmasib, Mehdi Məmmədov kimi sənətkarlardan dərs alıb. Universitetin son kursunda oxuyanda Tofiq Kazımovun dəvəti ilə Akademik Milli Dram Teatrına gəlib. İlk dəfə Hamlet tamaşasında səhnəyə qədəm qoyan sənətkar daha sonra bir-birindən gözəl rollar oynayıb. Ay bu toydur. Burada neyləmək lazımdır? Oynamaq. Oynamaq lazımdır. Nətər oynayaq? Səs oyanla gəlir. Çalğıçılar da burada oturur. Ay nə təfot var ha bunun? Buradan eşit, buradan da oyna da. Dövlət Film Fondunda təşkil olunan yubiley günündə sənət yoldaşları onunla bağlı xatirələrini bölüşüblər. Mən dedilər ki, Səməndər dərnək yaradıb. Mən də gəldim ki, dərnəyə üzv olum. Yaxşı voleybol oynayırdım, futbol oynayırdım. Voleybolda yox, futbolda Ağsunun zborunun komandasında oynayırdım da. Gəldim, müraciət edim, Səməndər adam göndərdim, dedi ki, əşya geçsin, futbol oynayırdım. Ondan artısı olmadı. Sonra mən, onun qonşusu mənim qolumum idi. Mən adam tapdım buna, öyle də müraciət eləsin ki, mənə dərnəyə götürsün. O da dedi ki, götürdü, nəsə götürdü. Mən Səməndərlə nəinki teatrda, hətta Ulu Öndərimizin bizə hədiyyə elədiyi 9-cu mikrorayonda bir binada yaşayırdıq, ailəvi dostuduq, tez-tez görüşürdük və onun bu görüşləri indi də mənim xatirimdədir. Səməndərin 41 yaşında ikən dünyasını dəyişməyi onun ailəsinə, onun Rəşid Səməndər adlı oğluna çox böyük təsir elədi. Bölgədə biz çıxış eləyəndə bir Allah bilirdi ki, bu bölgələrdə Səməndəri nə qədər çox istəyirdilər. Ey Sürxayzadə, nə qoyub, nə axtarırsan? Dünyanın işinə bax, gör, məni nə ilə təbrik edirlər. Tüttülü ilə. Çox yaxın dost olmuşuq, evlərində olmuşam. Sonra bir yerdə çox yeri gəzmişik. Bir əhvalat danışım, elə olan şey. Deməli, Kinematografiya İttifaqından mənə maşın vermişdilər. Dedi ki, məni bir savxoz direktoru qonaq çağırıb və elə bir yerdə gedərdik. Belə yoldaşlı gedək də. Orada yaxşı pay verəcəklər bizə də, Səməndər bilirsən də. Deməli, bu qapını açdı, qapının yanında şey var, tutacaq belə. Bu oturanda, bu tutacağı tutdu, oturmaq istəyəndə bu sındı, düşdü. Dedi, bay, işimiz düz gətirmədi, sındı. Dedi, mən canın sağ olsun, bu nədir, bunu düzəldərik. Tək ki, insan özü sınmasın və getdik Göyçaya, savxoz direktoru da çox böyük hörmət sad elədi, ya da Səməndərə görə hörmət elə biz qayıtdıq. Yəni, böyük sənətkardır öz yerində, amma gözəl dostluq qabiliyyəti var idi, dosta qiymət vermək qabiliyyəti var idi. Sənətkarın qızı Rübabə Rzayeva atasının son günlərini belə xatırlayır. Bütün övladlar kimi, yəni mənim üçün də atam, anam çox əzizdirlər. Təəssüf ki, hər ikisini itirdim, amma yəni bugün əgər xatırlanırlarsa, nə xoş mənim halıma və onların da təbii ki, atamın ruhu inanıram ki, çox şad olur. Elə anamın da ağrılı idi əslində son günü, çünki biz evdə deyildik, anamın xalası gildə idik. Babam gəldi o vaxt, rəhmətli bizi apardı. Biz inanırdıq ki, hələ sağdır. Gedib görəndə artıq Mafəni qapının ağzında, sonra da çıxıb onun tabutda görəndə çox pis oldum. Rəhmətli Mikail Mirzə ilə qarşılaşdıq liftin qarşısında. O babama baş sağlığı verdi. Ancaq onda başa düşdüm ki, artıq hətta Mafəni görüb də inanmaq istəməmişdim atamın dünyasını dəyişdiyinə. Sənətkarın obrazları hər zaman yaşayır, yaşayacaq və sənət yolu gələcək nəsillərə örnək olacaq. Əlin Orurzəliyev, Nurlan Sultanzadə.